ümumiyyətcə avtomobillə benzin alınarkən oradan çıxan o qazı görürsüz də. Onun özü belə yanır. Bəli. Yəni və avtomobilin Benzindən qat-qat möhkəm yanır onu. Bəli. Avtomobillərin də yanacaq doldurma məntəqələrində söndürülməsi mütləq qaydadadır. Deyin niyə? Yəni yanacaq çəninin içərisində birbaşa orada plus minuslar var, nasosun şnurları var. İndi biz nə bilək ki, dəfələrlə rast gəlinib. Mən TikTok səhifəmdə də paylaşmışam. Orada ərimə baş verməyib. Bəli. Bəli. Sənin içindədir də, üst krışkada şteker əriyib. Aha. Və biz buradan yanacaq vururuq avtomobil. Avtomobildə xodda. Ona da daim 12 volt gəlir axı tok. Bəli. Artıq bu qapaq açılıb birbaşa oksigenlə təmasdadır. Bəli. Burada. Və keçdi ikinci. Yanacaq doldurma məntəqəsi işçisi nə bilir ki, onun yanacaq doldurma məntəqəsinə daxil olan avtomobil qeyri-müntəzəm işləyir bəlkə periboy. Həmişə qeyri-müntəzəm periboy işləyən avtomobilin qurşterindən iskra atma ehtimalı daha çoxdur. Bəli. Aha. Daha çoxdur və yay aylarıdır. Bütün hər yer uqar, benzinin uqarı dayanıb orada. Avtomobil bir dəfə askırmağı bəs eləyir ki, o artıq orada yanğın baş versin. Bəli. Bir dəfə askırmağı bəs eləyir ki, orada yanğın baş versin. Yəni ona görə və yaxud da keçdik ikinci nüansa. Ən çox Jigulilərdə. Baxın, mən Jigulilərin daha çox yanacaq doldurma məntəqələrində söndürülməyinin tərəfdarıyım. Niyə? Çünki bak hardadır? Birbaşa baqajda, baqaj hissədə, salonda. Benzini vurdun, o uqar hara gedir? Salona. Salona da gedir, çölə də gedir. Salondadır da, içərdədir. Bəli, bəli. Baqaja yığıb qaqam aparaturanı. Kolonkanın şnurları. Bəli, bəli. İçində də maqnitofona xod verib güp, güp, güp. Bir dənə o kolonkanın altında o Allah vara belə tok belə qalıb, belə sallanır. Bir dənə maqnitofon mahnıda biraz udar çox olsa, o bas çox olsa, orada bir dənə iskra versə o maşın yanacaq. Dərhal yanacaq.